Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzili hamımızın qarşınızdayıq. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Şeyx Məhəmməd Xiyabani küçəsi Qismət Şadlıq evinin arxasında Yeni Yasamal parkının yaxınlığında. Yeni tikili 12 mərtəbəli binanın 5-ci mərtəbəsindəyik. Baxın, gördüyünüz bu binadır. Hal-hazırda mənzilin daxilindəyik. Mənzilimiz 110 kvadrat ölçülüdür. Qanuni 3 otaqdır, 4 otağa düzəlib. Burada Şeyx Məhəmməd Xiyabani küçəsi yerləşir. Qismət Şadlıq evi tam arxasında yeni tikili 12 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Həm Əsəd Əhmədov küçəsinə, həm də Xiyabani küçəsinə çox yaxındır. Hal-hazırda mənzilin qonaq otağındayıq. Belə bir qonaq otağı var. Döşəmə parketdir. Müəyyən müddət yaşayış olub. Hal-hazırda ev sahibi köçüb. Ev satışa çıxıb. Açar bizdədir. Sənəd kupçadır. Qeydiyyatda heç kim yoxdur. Hal-hazırda qonaq otağını görürsünüz. Burada mənzilimizin giriş qapısı yerləşir. Burada giriş hissədir. Girən kimi mənzilə daxil olda sol tərəfdə qardırob mebeli yerləşdirilib. Baxın, belə bir dəhliz hissə var. Bütün otaqların girişi dəhliz hissədəndir. Burada mənzilimizin əsas yataq otağı, birinci uşaq yataq otağı, orada mənzilimizin qonaq otağı və qonaq otağından ikinci uşaq yataq otağına daxil olmaq mümkündür. Orada mənzilimizin mətbəx hissəsi və mətbəxdən eyvana çıxış var. Orada da əlavə ikinci bir mətbəx hissə düzəlib və sanitar qovşaqları ayrı-ayrılıqda yerləşir. Burada birinci əsas yataq otağımız yerləşir. Baxın, bu şəkildədir. Yataq otağımızın baxışı da həmin istiqamətədir. Yelçəkər mənzildir. İstilik sistemi kombidir. Qazın, suyu, işığı daimidir. Binada yeraltı dayanacaq, geniş həyət, 2 sürətli lift də mövcuddur. Burada birinci uşaq yataq otağı yerləşir. Baxın, uzun bir otaq olub. Yataq otağı arası kəsilərək 2 hissəyə bölünür. Bir hissə giriş dəhliz hissədən, digər giriş hissə mənzilin qonaq otağındandır. Yəni arası gələcəkdə açıb bir otaqdır. Yəni qanuni 3 otağa da qaytarmaq mümkündür. Asan bir işdir. Baxın, ikinci uşaq yataq otağına buradan daxil olmaq olur. Hər ikisinin arasında pəncərə ilə havalandırma mövcuddur. Baxın, bu şəkildə. Bütün otaqların istilik sistemində batareyadan istifadə olunub. Qonaq otağında və koridorda kondisioner mövcuddur. Burada mənzilin sanitar qovşaqlar yerləşir. Bunları da sizlərə göstərim. Burada tualet hissəsi yerləşir. Burada hamam hissəsi yerləşir. Burada isə mənzilimizin mətbəxidir. Baxın, bu şəkildə geniş bir mətbəx var. Və mətbəximizin baxışı bu istiqamətdədir. Gördüyünüz kimi. Burada isə eyvan hissəmizdir. Eyvan hissəmizdə ev sahibi belə bir mətbəx hissə düzəldir. Yəni gələcəkdə, iyili, qoxulu yeməklər falan burada rahat bişirə bilirsiniz. Baxın, bu şəkildədir. Eyvan hissəni bağlayaraq əlavə bir mətbəx də burada düzəldib. Baxın, bu şəkildədir. Mənzilimiz Yeni Yasamalda 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 110 kvadrat ölçülü kupçalı bir mənzildir. Sənədlər tam qaydasındadır. Dövlət ipotekasına tam yararlıdır. Qiymət aşağıda əlavə məlumat bölməsində və rəylərdə qeyd olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.